Salam dostlar. Bugünkü mövzumuz Python'da abstrakt klasslar haqqında olacaq. Deməli, ümumən abstrakt klasslar nəyin mövzusudur, onu birinci analiz edək. Biz OOP haqqında danışarkən dedik ki, OOP-nin 4 pilovu var. Yəni, deyək ki, inheritance var, ondan sonra polymorfizm var, sonra encapsulation var və abstraction var. İndi bunların üçündən inheritance, polymorfizm, encapsulation haqqında danışmışdıq və abstraction haqqında çox danışmamışdıq. Və indi bəzi dillər var ki, OOP paradigmasını çox clear şəkildə, yəni aydın şəkildə tətbiq edir. Aydın şəkildə tətbiq eləməkdən məqsədim nədir? Yəni, siz bir kodu oxuduğunuz zaman oradakı OOP-nin xüsusiyyətlərini çox rahatlıqla hiss edə bilirsiniz. Məsələn, bu Python'da belə deyil. Məsələn, deyək ki, gəldik, burada bir şey yazdıq, animal class yazdıq. Yəni, biz bilirik ki, məsələn, mən hər hansı bir property-yə şey vermək üçün, yəni ki, privacy vermək üçün bu şəkildə 2 dənə underscore qoymalıyam. Protected vermək üçün bir dənə underscore qoymalıyam. Bu şəkildə əlavə işarələrlə mən bunu bilirəm. Amma C-də isə, məsələn, bəzi dillərdə isə, məsələn, daha çox strongly typed dillərdə, yəni, məsələn, Java-dan nümunə versək, deyək ki, example.java-dan nümunə versək buna, mən, məsələn, hər hansı bir class təyin etdiyim zaman burada, məsələn, class human yazdığımız zaman, mən burada bütün o şeyləri, yəni public int, age və public int və ya protected yaza bilərəm bura, protected və deyək ki, burada yaza bilərəm private. Yəni, bu ən bəstinə encapsulation-ı mən tətbiq edərkən, gəlin müqayisə edək. Yəni, buradakı sintaksa diqqət edin, bir də buradakı sintaksa diqqət edin. Yəni, bunlar arasında, məsələn, deyək ki, self.age bərabərdir 0, misal üçün, self.deyək ki, one underscore address bərabərdir bu. Və bu şəkildə declaration arasında biraz fərqlər var. Nədir onlar? Məsələn, biri daha plain-dir, açıqdır. Yəni ki, gördüyünüz zaman, ən azından kodu oxuduğunuz zaman rahatlıqla başa düşə bilirsiniz. Amma bəzi şeylər, necə deyirlər, Python'da daha işarələr, yəni ki, belə deyilir, diqqət edirsinizsə, Python'da işarələrlə nəyisə ifadə etmək daha üstünlük təşkil edir. İndi burada bir anlayış daha var, abstraction anlayışı. Bu abstraktlıq anlayışı nə deməkdir? Gəlin bunu belə bir izah edeyim sizə və ondan sonra onun kodunu yazarıq. Deməli, fərz edin ki, bir şirkətiniz var, və bu şirkətdə bir neçə dənə departament var. A departamenti, B departamenti və C departamenti. Bunlar bir şirkətə məxsusdur, bir şirkətin daxilindədir və hər birinin öz daxilində daxili qayda qanunları var, işləmə şəkilləri var, formatı var, düzdürmü? Amma bunlar bir şirkət daxilində olduqları üçün, yəni bir şirkətə aid olduqları üçün bunların hamısının yerinə yetirməli olduğu dəqiq qayda qanunları var. Məsələn, deyək ki, bir qayda qanun tətbiq edək, məsələn, deyək ki, 2 dənə qayda qanun tətbiq edək, deyək ki, burada tətbiq elədik ki, məsələn, dedik ki, bir olsun, məsələn, dress code, digərisi də olsun, məsələn, attend, məsələn, olsun, education. Attend courses deyək. Yəni, şirkət belə bir qərar verir ki, bütün departamentdə işçiləri kim varsa, yəni bütün departamentliklər dress code geyinməlidir və təlimlərdə iştirak etməlidir. Bu, sadəcə işin adıdır, diqqət edin.
dress code geyinmək və təlimlərdə iştirak etmək. İndi gəlin bunun implementasiyasına baxaq. Bu şirkət tərəfindən qoyulan, yəni ki, təxirə salınmaz qaydadır. Hamının əməl eləməsi lazım olan qaydadır. Bunları şirkət başda qanun olaraq təyin edir. Ondan sonra məsələn bu departament götürür bu qanunları özünə görə edir, necə deyirlər, tətbiq edir. Çünki məsələn deyək ki, marketing departamentinin dress kodu ilə IT departamentinin dress kodu bir-birindən fərqlidir və ya marketing departamentinin iştirak edəcəyi təlimlərlə IT departamentinin iştirak edəcəyi təlimlər fərqlidir. Okay? Dolayısıyla biz buna burada yaradılan qanunlara biz abstraction deyirik. Yəni bu o deməkdir ki, bu abstraktlıq harda təyin olunursa, məsələn tətbiq olunursa, məsələn bu abstraktlıq anlayışının şeyi var ki, deyir ki, əgər sən burada hər hansı bir qanunlar tətbiq olunursa, sən deyirsən ki, məsələn bir qanun var, departament olaraq qol çəkirsiniz ki, biz şirkətin təyin elədiyi qanunlara riayət edəcəyik. Okay? Və burada artıq siz əgər buna bir qol çəkmişsinizsə, bu o deməkdir ki, sizin bir qanunu yerinə yetirib, ikinci qanunu, yeni qaydanı yerinə yetirməmə lüksünüz yoxdur. İkisini də mütləq şəkildə tətbiq eləməlisiniz. Yəni, belə bir qayda var. İndi bunun özünə biz abstraktlıq deyirik. İndi gəlin bunu kod üzərində necə tətbiq edə bilərik, baxaq. Bunu Python'da eləmək üçün, məsələn, C-Sharp'da eləmək üçün belə bir şey deyirik. Məsələn, class worker adında bir class yaradırıq və bunun içərisində deyirik ki, public void, hətta belə deyək, abstract public void dress code here dress code. Baxın, bu adını təyin elədik burada. Ondan sonra məsələn ikincisini təyin edirik, üçüncüsünü bu şəkildə. Amma bu declaration, yəni bu fəlsəfəni Python'da tətbiq eləmək üçün biz ABC modulunda, yəni native şeyin daxilində, yəni necə deyərlər, classın Python daxilində native olaraq belə bir anlayış yoxdur. Amma biz bunu köməkçi modullarla edə bilirik. Deyirik ki, məsələn, shape adında bir dənə klassımız olsun və biz bunu miras alırıq ABC klassından və burada tətbiq olunacaq bütün metodları biz başına belə bir dekorator əlavə edirik. Abstract metod dekorator əlavə edirik. Okay? Bu qaydaları tətbiq elədik. İndi bunu təyin elədik, daha doğrusu tətbiq eləmədik. Bunu tətbiq edərkən artıq bu şəkildə bir tətbiq olmalıdır. Yəni, mən burada neçə dənə metod təyin eləmişəm? 2 dənə metod təyin eləmişəm. Araya və perimeter. Bu bizə qayda qoyur ki, sən bunları tətbiq edərkən birini tətbiq edib, ikincisini tətbiq etməmək kimi bir lüksün yoxdur. Yəni, burada neçə metod varsa, abstrakt metod varsa, sən onların hər ikisini tətbiq etmək zorundasan. Bu birinci qayda. Yəni, burada əslində olunan tətbiq olunmaq nə deməkdir? Bunun OOP-dəki qarşılığı overriding, yəni method overriding. Method overriding nə deməkdir? Yəni, burada base classda təyin olunan metodu derived classda onun body'sini, yəni işləyiş formasını dəyişdirməkdir. Özünüzə xas hala gətirməkdir. Məsələn, burada mən bunu bu şəkildə təyin edirəm. Ondan sonra gəlirəm bura class square-də məsələn. Bunun daha fərqli şəkildə, hesablaması daha fərqli şəkildə görürsünüz ki. Məsələn, deyək ki, əgər dairəsə onun sahəsini hesablamaq üçün bu formula lazımdır, perimeter üçün bu formula lazımdır, amma kvadrat üçün hesablama bu şəkildə olmalıdır. Diqqət edirsiniz, metod eynidir, amma implementasiya, yəni tətbiq fərqlidir. Buna da biz ümumən polimorfizmdə, OOP-nin polimorfizmdə overriding deyirik. Overriding xüsusiyyəti deyirik ki, bir metodun
derived classdakı dəyişdirilməsi. Derived classda dəyişdirilməsi deyirik buna. Və indi bu abstract class təyin elədiyimiz zaman müəyyən qaydalar var. Abstract classda. Birincisi, abstract class başqa hər hansı bir klassdan miras ala bilməz. Okay? Yəni, bu shape klassı bundan əgər miras alıbsa, başqa bir klassdan miras ala bilməz. Yəni, ondan sonra gəldik abstract klassdan. Abstract klassın içərisindəki metodlar abstract metodlar olmalıdır. Yəni, bu dekorator tətbiq edilməlidir mütləq şəkildə. Ondan sonra abstract metoddan biz abstract klassdan klassın instance olmaz. Yəni, instance olmaz nə deməkdir? Yəni, mən abstract klassdan obyekt yarada bilmərəm. Yəni, bu nə deməkdir? Mən burada gəlib o bərabərdir shape deyə bilmərəm. Bu error verəcək mənə. Bu error verəcək. Çünki bu məntiq olaraq da düzgün deyil. Çünki biz abstract klassı nə üçün təyin edirik? Ümumi qaydaları təyin etmək üçün. Amma qaydaların adını təyin etmək üçün. Amma o qaydaların necə olacağını biz harada təyin edirik? Burada təyin edirik. Dolayısıyla bundan bir obyekt yaradılması məntiqsizdir. Məntiqsiz yanlış. Və bunu biz tətbiq edəndə və bu miras verə bilər. Abstract class miras verə bilər və əgər mən bunun içərisində metod yox, property təyin etmək istəyirəmsə, bu şəkildə property təyin edə bilərəm. Property dekoratoru və bunun içərisində abstract metod, bu şəkildə mən artıq buna bir property bu şəkildə təyin edə bilərəm. Yəni, abstract klassın içərisində. İndi bunun və ondan sonra bir xüsusiyyət də var ki, dediyimiz kimi, yəni burada mən neçə dənə metod təyin etmişəmsə, abstract metod təyin etmişəmsə, mütləq şəkildə onu burada implement etmək zorundayım. Və bura niyə mən hər hansı bir kod yazmıram, pass yazdım? Çünki bunun bir mənası yoxdur. Okay? Və bunun məsələn şeydəki deyək ki, example məsələn C#-dakı variantına bir dənə baxaq. Class deyək ki, book rules deyək. Bu şəkildə mən bunu belə təyin edirəm. Gəlirəm bura deyirəm ki, abstract və bunu mən C#-da təyin edərkən başına abstract yazıram sadəcə. Yəni, bunun abstract class olduğunu bildirmək üçün. Ondan sonra bunun içərisində yazıram. Print, nə bilim, abstract, başqa bir şey, print 2. Və burada diqqət edirsinizsə, bu metodlar üçün mən body yazmadım. Yəni, burada mən body var, amma burada body yox. Yəni, bu əslində C#-da bu anlayışın daha sintaktik olaraq daha rahat tətbiq olunduğunu göstərir, belə deyək, daha rahat anlamanız üçün. Və bir də abstraktlıq anlayışının içərisində indi Python'da araşdırma edərkən və ümumən OOP haqqında araşdırma edərkən qabağınıza bir ifadə çıxacaq. Interface ifadəsi. Interface ifadəsi ümumən abstrakt klassdan fərqli olaraq sadəcə metodların tətbiq olunması üçün, yəni ki, abstrakt metodların bir yerə toplanması üçün istifadə olunur. Yəni, məsələn, C#-da deyək ki, siz interface təyin elədiyiniz zaman, interface bu şəkildə təyin elədiyiniz zaman, baxın, bu şəkildə tətbiq edə bilirsiniz. Yəni, bu artıq o deməkdir ki, siz bundan hər hansı bir obyekt yarada bilməzsiniz və istifadə edə bilməzsiniz. Sadəcə bunlar implement olunacaq qayda qanunlardır. Amma Python'ın özündə native olaraq interface anlayışı yoxdur. Yəni, teoriyasında yoxdur. Amma biz bu OOP-dəki bu interface yanaşmasını bu şəkildə ABC modulu ilə tətbiq edə bilirik. Bundan istifadəsini. İndi bunun əslində
deyə bilərsiniz, sonra ağlınıza gələ bilər ki, bunun faydası nədir? Bunun faydası nədir? Bunun faydasını belə bir şey düşünə bilərsiniz ki, ümumi OP-də belə bir klass hiyerarxiyası deyilən bir anlayış var. Klass hiyerarxiyası nədir? Yəni siz klasslarınızı dizayn edərkən, application'ınızın klasslarını dizayn edərkən müəyyən hiyerarxiya ilə tətbiq edirsiniz. Bu nədir? Məsələn, normalda bütün şeyin başında, yəni ki, application'ın başında abstrakt klasslar, abstrakt klass və ya klasslar durur. Bunun altında derived klasslar var. Hansı ki, bunlar hamısı buradan implementasiya olunur. Əsas mənim worker klasslarım deyək də, yəni ki, əsas iş görəcək klasslarım burada təyin olunur və bunların altında da deyək ki, başqa klasslar var. Bu şəkildə, bunda 2 dənə, bunda 1 dənə, bunda yenə 2 dənə, bu şəkildə abstrakt klasslar var. Və OP anlayışında terminologiyada belə bir şey var. Deyək ki, ən üstdəki klassların, ən başdakı klassların adına bunlar, hansı ki, bunlar miras ala bilməz, miras verə bilər. Bu başlanğıc klasslardır. Ondan sonra bunlar orta klasslardır, middle klasslar, yəni derived klasslardır, miras alan və bu abstraktlığı özündə tətbiq edən. Dolayısıyla bu tətbiq olunubsa, bu klasslar da bundan miras alıbsa əgər, bu o deməkdir ki, avtomatik olaraq buradakı qaydalar bunlara da sirayət edir. Bu şəkildə keçir. Baxın, bu şəkildə. Və indi anlayış olaraq bu şeylərdə bunlara deyirlər ki, məsələn, əgər hər hansı bir klass son klassdırsa, son klass nə deməkdir? Artıq o klassdan siz miras almayacaqsınız. Eləmi? Sadəcə o klassı istifadə edirsiniz, obyekt yaratmaq üçün, obyektləri generate eləmək üçün yaradırsınız. Biz onlara ümumi OP anlayışında sealed class deyirik. Sealed class deyirik. Bu, məsələn, teoriyada, necə deyərlər, sintaktik olaraq Python'da olmasa da, amma anlayış olaraq bunu tətbiq etmək lazımdır. Yəni, ən üstdə abstract klasslar, onun altında ondan miras alan derived klasslar, yəni middle klasslar və onun altında da, onların altında da o derived klasslardan miras almış klasslar. Yəni ki, necə deyərlər, onun alt klassları və sealed klasslar. Buna biz inheritance chain deyirik. Inheritance chain deyirik. Bunu biz nə vaxt istifadə edirik? Inheritance chain'i biz nə vaxt istifadə edirik? Biz əgər, necə deyərlər, hər hansı bir xüsusiyyətin, yəni ki, birinci klassda təyin olunmuş xüsusiyyətlərin bütün hiyerarxiya boyunca daşınmasını istəyiriksə, burada biz inheritance-dan istifadə edəcəyik. Inheritance-dan istifadə edəcəyik və abstrakt klasslar adətən burada çox şey yarayır. Yəni, siz başdan qaydalarınızı tətbiq edirsiniz, niyə strukturlu kod yaza bilməyiniz üçün. Strukturlu kod yaza bilmək üçün bunu təyin edirsiniz və ondan sonra bu qayda, özünüzün qoyduğu qayda qanuna görə kodları yazırsınız ki, belə olan halda sizin kodunuz daha strukturlu, daha strict olur. Daha sağlam bir kod yazmış olursunuz. Daha sağlam kod yazmış olursunuz. Bu da sizə idarə etmədən, kodun idarə olunmasında çox rahatlıq təmin edir. Abstrakt metodlarından istifadədə. Yəni, buna görə də, yəni ki, öz application yazarkən özünüzdə planlamanız lazımdır ki, mən hər hansı bir abstrakt klass təyin etmişəmsə, bu abstrakt klass o digər klasslara, bu abstrakt klassda təyin elədiyim xüsusiyyətlər başqa klasslara tətbiq edilmə məcburiyyəti varmı, yoxdur? Yəni, əgər belə bir məcburiyyət varsa, onda abstrakt klass təyin eləməyin bir mənası var. Yox, əgər orada siz freely seçə bilirsinizsə, məsələn, deyək ki, 5 dənə metod var bir klassda, onun 3-ünü subklass, yəni ki, derived klass tətbiq edəcək, ikisini tətbiq eləməyəcək. Buna sərbəstlik vermək istəyirsinizsə, abstrakt klass istifadəsinin bir mənası yoxdur. Dolayısıyla, yəni, bunları istifadə, bu mövzunu tətbiq edərkən bu yanaşmanı özünüzdə necə deyərlər, bilməlisiniz ki, bunun haqqında, bunu tətbiq edərkən rahatlıqla tətbiq edə biləsiniz. Okey, belə, bu mövzu bu qədər, növbəti mövzuda görüşənə qədər.